Salam, siz Invest Akademiya kanalındasınız və sizinlə mən Fərid. Bu günləri istərdim sizlə biraz belə daha çox fəlsəfi və ümumi mövzuya toxunum və investisiyalar haqqında ümumi bir söhbət aparım. Eee, İnvestisiya nəyə lazımdır, bizə həyatda nə verir və biz pulumuzu necə idarə edə bilərik? Ondan başlayaq ki, hər birimizin, hər halda əksəriyyətimizin müəyyən bir gəliri var. Və biz çalışırıq ki, aylıq xərclərimizi bu gəlirin daxilində hamısını sıxaq və bəzən olur ki, və biz çalışmalıyıq ki, belə də olsun, ayın sonunda bizim xərclərimizi çıxandan sonra müəyyən bir əlavə pulumuz qalsın. Bu pul artıq nə etmək, seçim bizim olacaq. Yəni əlbəttə ki, məsləhət görür ki, bu pulu investisiya edəsiniz. Amma bu demək asandır. Reallıqda isə heç də belə deyil. Realda çoxlu çətinliklər var. Biz yaşadığımız cəmiyyət istehlak cəmiyyətidir, kapitalizmdir və istənilən böyük şirkət maksimum çalışır ki, biz maksimum daha çox xərcləyək. Yəni bu hər yerdə görə bilərsiniz. Hər il yeni buraxılan iPhone-lar, hansılar ki, köhnə model yeni modeldən çox da fərqlənmir. Amma nəsə edirlər ki, biz onu almağa həvəsimiz olsun. Bəzən insanlar getsinlər kreditdə pul götürsünlər, amma bu yeni iPhone-u əldə etsinlər. Eynən avtomobillər haqqında demək olar. Avtomobilin bəsit bir funksiyası var da, əsas funksiyası. Bu bir nəqliyyatdır. A nöqtəsindən B nöqtəsinə aparır. Və əgər bir 20-25 min manata bu normal yeni həyatda olar ki, bir avtomobil ala bilərsiniz. Amma bu şirkətlər, böyük avtomobil konsernləri daha bahalı, daha funksional, daha belə fancy, daha belə dəbdə olan modellər istehsal edirlər və marketinq onun üzərindən işləyir ki, biz onları almağa can ataq. Bu hər yerdədir ətrafımızda. Baxa bilərik biz reklam videolarına, reklam video çarxlarına, orada da görə bilərik ki, həqiqətən də bu bizi belə təşviq edir ki, biz alışlar edək. Bizim ətrafımızda hər yerdə. McDonald's-dan başlayır, Coca-Cola ilə bitir. Mercedes-dan başlayır, Apple-la bitir. Yəni hamısı bizi çalışırlar ki, biz daha çox pul xərcləyək, daha çox alaq. Və əlbəttə ki, bu mühitdə investisiya etmək daha çətindir. Çünki sizin əlavə pulunuz qalırsa, siz düşünürsə, bəlkə telefonumu dəyişim, bəlkə yeni Apple Watch alım, bəlkə gedim pulumu hansısa bir restoranda xərcləyim. Yəni bu fikirlər yaranır bizdə və əlbəttə ki, investisiya etmək bu mühitdə çətinləşir. İnvestisiya bizə nə verir? Bəzi insanlar düşünürlər ki, investisiya hesabına birdən-birə varlı olacaqlar. Mənim onlar üçün pis xəbərim var, bu belə deyil. Təəssüf ki, belə deyil. İnvestisiya sizi birdən-birə varlı etməyəcək. Ümumiyyətlə, varlı olmağın tez yolları yoxdur. Var, əlbəttə ki, amma öz riskləri var onların. Və investisiya edərək biz öz pulumuzu qoruyuruq və az da olsa çalışırıq onu artıraq. İlk öncə bizə məqsəd lazımdır. Bizim məqsədimiz nədir? Yəni investisiya etdikdə, biz pulu toplayanda bizim məqsədlərimiz ola bilər. Burada çoxlu populyar məqsədlər var. Misal üçün, kifayət qədər belə populyar olan məqsəd pensiyadır, təqaüddür. Yəni insanlar pul toplayırlar ki, müəyyən yaşdan sonra artıq istirahətə çıxanda, işləmək istəməyəndə onların bir pulu olsun. Bu vəsaitlə onlar istirahət eləsinlər, dünyanı gəzsinlər, rahat həyat sürsünlər. Bu bir növ məqsəd ola bilər. Digər məqsəd təhsildir. Kimsə istəyir ki, övladların təhsili üçün hansısa bir universitetdə, misal üçün 5 ilə, 6 ilə, 10 ilə universitetə gedəcək övladı və onun üçün pul toplayır. Bu dəqiqə təhsilin dəyəri artır. Ali təhsil çox bahadır. Hələ bizim yerli universitetlərdə görsəz, rəqəmlər, məbləğlər artır. Avropada nisbətən belə deyək, normaldır, amma Amerikanın özündə bu çox böyük bir məbləğlərdir. Yəni bura ipotek borca girirlər. Tələbə student loan deyilir də bu Amerikada. Bu krediti tələbələr hətta işləndən sonra bir 10 il, 15 il bəzən ödəyirlər. Çünki məbləğlər həqiqətən böyükdür.
Effektivdirmi yoxsa yox, bu artıq başqa bir sualdır. Bu barədə bəlkə bir gün video çəkərəm, bununla müzakirə edərik. Başqa məqsəd ola bilər. Misal üçün, mənzili kimsə dəyişmək istəyir, kimsə daha böyük mənzil götürmək istəyir və ya gözəl bir mənzərəli mənzil istəyir, mərkəzdə istəyir və ya həyət evinə köçmək istəyir və ya başqa bir halda kimsə valideynlərlə yaşayır, istəyir ki, ayrıca yaşasın. Bu məqsəd də normaldır. Burada siz özünüz üçün seçirsiniz ki, bir 5 ilə, 4 ilə, 10 ilə müəyyən məbləğ yığasınız, o məbləğə doğru gedirsiniz və o məbləğ sizdə olanda artıq ev alışına keçirsiniz. Amma evlərin də qiyməti qalxır, bunu da nəzərə almaq lazımdır. Budur, bu məqsəddir. Məqsədi biləndən sonra artıq nə sualına cavab tapmırıq. Keçirik növbəti sual necə? Necə biz bilməliyik ki, bizim aylıq nə qədər investisiya pul ayıra bilərik? Bu çox vacibdir. Yəni ki, siz düşünməyin ki, siz bir dəfə 1000 dollar, 10.000 dollar investisiya elədiniz, bu sizə yəni arta faiz dərəcəsi ilə gəlib milyon edəcək. Yəni bu ümumiyyətlə işləmir. Onu biləsiniz. Bu hər ay, yəni mütəmadi olaraq bu investisiya portfelinizdəki məbləği artırmalısınız. Yəni bu vacib bir qaydadır. Və keçək bura. Bu məbləği müəyyənləşdirirsiniz. Bu məbləğ əlbəttə ki, stabil olaraq və ya artmalıdır. Ən azından faiz kimi stabil qalsa da məbləğiniz aydan aya, ildən ilə artsa yaxşı olar. Bunu anladıq. Bəs nəyə investisiya edirik? Nəyə investisiya etmək isə ən vacib, ən çox verilən suallardan biridir. Siz özünüzə investisiya portfeli tərtib eləməlisiniz. İnvestisiya portfeli haqqında bizim çoxlu videolarımız var. Həm qısa videolar, həm YouTube-da uzun videolarımız var. Bu necə tərtib olunmalıdır, hansı riskləri nəzərə almalısınız, hansı investisiya alətlərindən istifadə etməlisiniz, ortalama nə qədər faiz gələ bilər sizə, hansı valyutalarda pullar saxlamalısınız. Bu barədə videolarımız çoxdur. Kanalımıza keçid eləyib baxa bilərsiniz. Əsas necə deyirlər, burada başlamaqdır. Başlamaq da ki, broker lazım olacaq sizə. Burada sizə seçim var, həm yerli brokerlar, həm də ki, beynəlxalq brokerlar. Burada mən məsləhət görürəm ki, başlanğıc üçün yerli brokerlardan, hətta mobil tətbiqdə olan funksiyadan istifadə etsəniz, artıq görsəz ki, biraz anlayırsınız nə necə işləyir, artıq beynəlxalq brokerlara keçə bilərsiniz. Broker seçimində çox vacibdir. Yəni broker etibarlı olmalıdır, brokerin komissiyaları aşağı olmalıdır, lisenziyalar olmalıdır və s. Bu barədə danışmışıq çoxlu və yenə danışmaq lazım olsa, rəylərdə bildirin. Hansı brokerlə işləyirsiniz siz və ya brokerlə bağlı hansı suallarınız var. Biz hər bir rəyi oxuyub və maksimum çalışacağıq hamısını suallarınızı cavablandıraq. Bu broker məsələsidir. İnvestisiya alətini bildik və bundan sonra investisiyaya başlaya bilərik. İnvestisiya biraz gülməli gələ bilər ki, mən ayda 200 dollar, 300 dollar atmağı nə qazana bilərəm, amma çoxlu qazana bilərsə əlbəttə ki. Yəni baxmalısınız, bizdə rəqəmlər var, hətta ayda 100-200 dollardan milyona çatmağın da yolları var. Bu barədə də biz video çəkmişik. Keçid edib baxa bilərsiniz. Yəni burada heç vaxt siz aşağı qiymətləndirməyin investisiya potensialını. Əsas məqsədiniz düzgün olsun və məqsəd üzrə getməlisiniz. Burada yenə də qayıdırıq öncə dediyim məsələyə. Hər ay o sizdə qalan məbləği investisiya yönəltməkdir. Bu həqiqətən də nizam, intizam tələb edir. Çünki xüsusən də bu indiki cəmiyyətdə sosial medianın, sosial şəbəkələrin olduğu vaxtda açırsınız Instagramı, TikToku, Facebooku, hər yerdən sizə hər 2-3 ildən bir hansısa bir reklam yılı çıxır ki, deyir al məni, al. Hər bir yollarla və sözün yaxşı mənasını sizi yoldan çıxardır ki, siz bu alışı edəsiniz. Bunu etmək üçün yaxşı nizam, intizam lazımdır. Ümumiyyətlə, insana həyatda yaxşı nizam, intizam çox vacib bir xasiyyətlərdən biridir. Növbətində məsləhət görərdim sizə. Öz gəlir və xərclərinizi strukturlaşdırasınız. Bunun üçün alətlər var. Alətlər fərqlidir. Ən bəsit alətdən, belə deyək, bir bloknot, bir qələm və orada qeyd eləməklə Excel-dan istifadə eləyərək
və ya xüsusi proqramlar var, onlardan istifadə edə bilərsiniz. Mən misal üçün artıq ə, 10 ilə yaxındır ki, bir proqram var. Bəlkə də çox ondan istifadə edirəm və orada mənim bütün xərclərim var. Mən 7 il əvvəl yayda iyun ayında nə qədər xərcləmişəm, indi nə qədər xərcləyirəm. Bu nə yaxşıdır ki, siz hamısını qeyd edirsiniz və ayın sonunda analizlər təhlil apara bilərsiniz. Bu rüblük də ola bilər, aylıq da ola bilər, hətta illik ola bilər ki, hansı aylarda sizin xərcləriniz çoxdur, nəyə xərcləyirsiniz, nəyi azalda bilərsiniz, hansı gəlirləriniz var və s. Misal üçün mən artıq stabil bilirəm ki, hansı aylarda mənim xərclərim azalır. Yəni bəzən o heç gözlədilməyən aylar olur. Yanvar ayı misal üçün həmişə məndə xərclər az olur digər aylara nisbətən və bu ildən ilə stabil verə də gedir. Bu yaxşıdır. Biz özümüz və müəyyən aylar var ki, xərclər çoxalır. Özümüz də biraz hazırlaya bilərik o aylara. Bu baxımından orada müəyyən bir patternlar var və onu izləmək olar. Biraz özünüzü hazırlaya bilərsiniz. Bu çox vacibdir, mən fikirləşirəm. Bu həm maliyyə savadlığınız üçün vacibdir, həm də ki, düzgün xərcləri və lazımsız xərcləri aradan qaldırmaq üçün vacibdir. Odur ki, bu alətlərdən istifadə edə bilərsiniz. Əgər sizdə hansısa bir öz app və ya başqa bir alətiniz varsa, bunu rəylərdə qeyd eləyin, başqaları da istifadə eləsin. Bəlkə mən də yaxşı olsa keçərdim. Görüm əgər maraqlı bir şey olsa. Bugünə bu qədər. Bugün mən sizə ümumi belə xərclərin, investisiyaların filosofiyasından danışdım. Başqa bir formatda danışdım. Yəni burada daha çox söhbət formatında getdi. Əgər sizə bu format maraqlıdırsa, mütləq bunu rəylərdə qeyd eləyin və hansı mövzular haqqında istəyəriz danışmaq, eşitmək, onlara mən toxunardım. Birlikdə sizinlə müzakirə edərdik. Kanalımıza abunə olun, videonu bəyənin və əgər düşünürsünüzsə, maraqlı, faydalı videodursa, öz dostlarınızla, tanışlarınızla mütləq paylaşın. Bizi Instagramda, TikTokda, YouTube'da indi bu video olacaq, izləyin. Çoxlu maraqlı videolarımız var, investisiyaya aid və həmişə çalışırıq sizin üçün yeni videolar çəkək. Hamınıza uğurlu investisiyalar, növbəti videolarda görüşənədək. Sağ olun.